Nəzərinizə çatdırım, studiyamızın çox maraqlı həkim qonağı var. Tibb elmləri doktoru, qadın xəstəlikləri doğum uzmanı, cərrah mama ginekoloq Aytən Səfərova studiyamızdadır. Aytən xanım, xoş gördük sizi. Xoş gördük. Studiyamıza xoş gəlmişsiniz. Xoş gördük. Və bugün sonsuzluğun müalicəsinə toxunacaq. Bilirsiniz, artıq bütün dünyada qlobal bir problemdir və respublikada da sonsuzluqdan əziyyət çəkən cütlüklərin sayı günü-gündən artır. Səbəb nədir? Buna artıq irəliləyən dəqiqələrdə mama ginekoloq izahını verəcək. Amma mən xatırladım, Aytən xanım Səfərova Baku Medical Plaza klinikasının mərkəz filialında fəaliyyətini Aytən Sonsuzluq Mərkəzi olaraq davam etdirir. Buyurun, müraciətlərinizi edə bilərsiniz. Bir daha xoş gördük Aytən xanım. Çox sevindim sizi görməyimə. Çox sağ olun, bizlər də çox sevindik. Xeyirli uğurlu olsun sizlər üçün də. Teşekkür ederim. Çox sağ olun, çox minnətdaram. Buyurun, nə kimi yeniliklər var? Sizi görməyəli, eşitməyəli nələr etmişsiniz? Yani sonuçta sonsuzluq, az önce siz de dediniz, doğrudan da sonsuzluğun tedavisi artık dünyada giderek daha da yeniliklerle devam edir. Biz de ülkemizde bu yenilikleri getirmeye çalışırıq, bunlarla maraqlanırıq ve bu dəqiqə dünyada en son olunan hansı yöntemler varsa veya uygulamalar varsa onları Azərbaycanda da yani Bakıda da tətbiq etmeye çalışırıq. Az önce dediniz ki sonsuzluğu giderek artmıştır. Aslında ben bunu her zaman deyirəm. Sonsuzluq aslında artmayıb. Artıq tibb o qədər inkişaf edib ki, görmədiklərimizi görməyə başlamışıq. Bəlkə sonsuzluqla bağlı müraciətlər Bəli, artıb. bəli. Əvvəllər sonsuzsan, bəli, əvvəllər sonsuzsan deyib keçərdilər və evladı olmazdı. Artıq sən yaşın artdı, artıq ileri yaşlarda tədavilərlə və ya normal yolla, bu fizyolojik bir haldır. Hamiləliklər əldə etmək çox çətin olardı. Amma artıq ekstrakorporal müalicələr və yeni yöntemlər, tədavilər, gelişmiş alətlər deyim, gelişmiş malzemeler deyim, bunların vasitəsilə artıq əlbəttə ki, hamiləliklər əldə edə bilirik. Yaş faktörü çox önəmli olsa da, amma ileri yaşlarda da artıq 45 yaşında, 43 yaşında, 48 yaşındaki xanımları, cütlükləri artıq evlat sahibi edə bilirik. Bu da ki, yeni yöntemlərlə əldə edə bilirik. Əgər bu yeni yöntemlər olmasaydı, bizim bunu əldə etməmiz çox çətin olardı. Bilirsiniz, dünyada ekstrakorporal müalicədən sonra bu yeni bir necə deyim, dünyaya yeni bir açılış oldu ve insanlar artık birbirinden eşitti. Mesela 40 yaşında, 45 yaşında evladı olmayan qohumunu, qonşusunu gördü ve sen necə hamilə qaldın ve bu gedərək də yayıldı ve insanlar başladılar artık sonsuzluğa son demeye ve sonsuzluğun tedavisinden herkes istifadə etmeye başladı. Aytən xanım, hər həkimin özünün yanaşması, müalicə taktikası, individual bir yanaşması var. Xəstəsinə özəl. Və bugünkü gündə müraciət sırasında tək bir fərd deyil, cütlük gəlir və hər iki tərəfi dəyərləndirmək çox vacibdir. O qədər problemlər çıxır ki ortaya. Çok güzel bir cümle dediniz. Hər həkimin yanaşma şəkli. Əslində bəli, hər həkimin yanaşma şəkli ola bilər, amma bizim hamımız qanunlara riayət etməmiz lazımdır. Tibbin əslində qoyulmuş bir qanunu var. Öz ağlımıza gələn işləri görməmiz doğru deyil. Bir qanun var və bir tədavidə dünya bu tədavi, bu xəstəliyin tədavisinin bu şəkildə aparılması bu xəstəyə daha doğrudur diye bir tədavi protokolləri var. Bu protokollərdən çıxmamamız lazımdır əslində və ya çox, necə deyim, kobud şəkildə çıxmamamız lazımdır. Daha az, çox çıxmalar oluna bilər əlbəttə ki. Amma xəstəyə individual, yəni xəstəyə özgü davranma, bəli, bu ayrı bir şeydir. Amma mən həkiməm, mən bunu bildim, mən bunu edəcəm. Xeyr, bunu unutmamız lazımdır. Protokollərə uymamız lazımdır. Dünyanın qoyduğu protokollərə, bu protokolləri kimlər qoyubsa, bu guideline-lara əsasən hərəkət etməmiz lazımdır ki, nə xəstəyə zərər vermiş olaq, nə də özümüz zərər görmüş olaq. İstər-istəməz müraciət sırasında ətraflı müayinələr aparırsınız və bu hamiləliyə hazırlıq dövrü gedir. Ananın orqanizminə individual yanaşma ayrı, orada müalicə taktikaları ayrı. Eyni ilə də dediyimiz kimi ata fərdi var və tətbiq olunan müalicələr, o sırada verilən dərmanlar, hormonlar, hətta qan sulandırıcılar belə böyük əhəmiyyət kəsb edir. Amma nə üçün biz bunları qəbul edirik sualını? Yalnız mən sizə yönəldə bilərəm ki, ekran qarşısında evdə oturub rahatca dinləsinlər. Hər halda o müayinə sırasında, qəbul sırasında sizin buna vaxtınız yetmir. Bu da çox gözəl bir sualdır. Məsələn, bəzi pasiyentlər
pasiyentlər, cütlüklər deyir ki, qonşum bu dərmanı istifadə etmişdi, amma mən istifadə etmədim. Əlbəttə ki, hər yaş qrupuna, özəlliklə sonsuzluqdan danışırıq və hamının sonsuzluq səbəbi eyni deyildir. Bunu bilməmiz lazımdır. Birinin boruları bağlıdır, sonsuzluq səbəbi budur. Kiminin yumurtası çox zəifdir, sonsuzluq səbəbi budur. Kiminin yoldaşında ciddi sperm bozukluğu var, sonsuzluq səbəbi budur. Kiminin yoldaşına əməliyyat lazımdır, sonsuzluq səbəbi budur. Yəni, sonsuzluğun bir çox səbəbi vardır. Hansı səbəbdən hamiləlik əldə edə bilmirik və o səbəbə əsasən biz tədavi şəklimizi gelişdiririk. Və bu tədavi şəkillərinin də qoyulmuş protokolləri var. Biz ona görə hərəkət edirik. Və ya iləri yaş, kleksanı dediniz və iləri yaş, hər hansı bir şübhəmiz varsa kleksanla davam edə biləriz. Amma biz bunu alıp da 18 yaşdan, nə bilim, 50 yaşa qədər hamıya bir şeyə qoyub, bütün xəstələrə durmadan vurmaq, bu yanlış bir yöntəmdir. Yəni, bunu cütlüklər də, pasiyentlər də bilməsi lazımdır ki, hər kəsənin tədavi şəkli özünə məxsusdur. Yəni, xəstəliyinə məxsusdur və öz sonsuzluq səbəbinə məxsusdur. Bunu bilməmiz lazımdır və bizim tədavi şəkillərimiz, protokollərimiz də bunların əsasında davam etməlidir. Hər bir dərmanın özünün təsir etmə mexanizmi var. Bəli. Doz ayarlamalarımız da elə buna əsasəndir. Məsələn, iləri yaşlarda kilosu daha yüksək olan, məsələn, body mass indeksi 30-un üstündə olan xəstələrə tədavi protokollərimiz ayrıdır. Və ya gənc yaşlarda daha kilosu düşük olan, daha öncə hamiləliklərin olub-olmaması və ya daha öncə ekstrakorporal müalicə alıb da başarısız olan insanlarda yanaşma şəklimiz tamamən ayrıdır. Yəni, bu, yenə də deyirəm, cütlüyə görə, pasiyentə görə, yaşa görə, kiloya görə, hamısına görə bir dəyişiklik göstərir. Mən o təsir mexanizmini boş yerə vermədim də. Çünki bunun bəzi hesablamalarını siz tətbiq edəndə bilirsiniz. Amma müəyyən risklər var ki, onu bəzən cütlüklərə deməməyə üstünlük bilirsiniz. Məsəl üçün, hər hansı bir hormonal müalicə təyin eləyəndə, yumurtalıqları uyarıb bir folikul əldə etmək üçün zamanı gələndə bunu toplamaq, amma bu sırada da orqanizmə başqa mənfi təsir göstərməsin deyə mən əslində o qandırıldıcıları nə demək istədiyinizi? Verilib, verilmədiyini və ya estrogen hormonu digər damarlarda hər hansı bir problem. Yəni, siz o qədər xırda incəlikləri ölçüb biçirsiniz ki, mən o özəl yerlərə getmək istəyirəm. İndi bu da çox gözəl bir şeydir. Yəni, bəzən cütlüklər də sizi kimi sual verirlər. Bəs bizi daha öncədən buna hazırlamayacaq mısınız? Yəni, bir pasiyenti alıb saçının ucundan, dırnağının ucuna qədər check-up edərsən, həm mali olaraq ona zərər vermiş olarsan, həm psikolojik olaraq zərər vermiş olarsan, həm də, yəni, az öncə dediyim kimi protokollər və kurallar, bunlara uymamız lazımdır. Niyə görə? Nə artığını istəyək, nə əksiyini istəyək. Yəni, bizim bir xəstəni dəyərləndirirkən buna necə davranmamız lazımdır. Bu xəstənin öz geçmişinə görə, soy geçmişinə görə bir qərar almamız lazımdır. Keçirmiş olduğu əməliyyatlara görə, yenə də deyirəm, kilosuna görə, yaşına görə bir protokol çizməmiz lazımdır və ya qoyulmuş protokolləri istifadə etməmiz lazımdır. Yəni, əlbəttə, bir xəstə iləri yaşdırsa, məmə xərçəngi olub-olmamasını göz önünə almamız lazımdır. 40 yaşın üstündə bir pasiyent gəlirsə, yenə də bir məmə müayinəsinin, bir endokrinolojik müayinənin, hamilə qalarsa, bunun hipertansiyon olub-olmaması, yüksək təzyiq olarmı, şəkər olarmı, olmazmı, bunların dəyərləndirilməsi göz önünə alınması lazımdır. Yəni, əvvəl bunlarla hərəkət edirik. Məsələn, 30 yaşın altı gəldiyi bir xəstəyə mamografi etməmizə ehtiyac yoxdur. Amma 40 yaşın üstü bir xəstəyə qoyulmuş bir protokol var. Yəni, bu istər sonsuzluq tədavisi alsın, istər başqa bir tədavi alsın. Əgər mənim önümə bir 40 yaşında bir xanım oturubsa, heç bir səbəbdən gəlməyib, sadəcə ginekoloji müayinəyə gəlibsə, mənim işim olmasa da məmə müayinəsi, mənim onu mütləq məmə kontrolünə getməniz bu yaşda önəmlidir deyə uyarmam lazımdır. Yəni, mən deyil, bütün qadın doğumcular. Və ya bir kardiolojik acıdan xəstənin təzyiqi yüksəlirsə, yəni ekstrakorporal müalicə etmədən öncə və ya hər hansı bir sonsuzluq tədavisi vermədən öncə mütləq bu pasiyenti bir kardioloqa göndərməmiz, bir ən basitindən bir kardioqramma çəkib baxmamız lazımdır. Yəni, bunlar əlbəttə ki, yenə də deyirəm, öz geçmişini, soy geçmişini, xəstəni öncə dəyərləndirmək lazımdır. Ona görə nə artığını, nə azını istəmək. Bildiniz necə?
zərər vermədən hərəkət etmək lazımdır. Bunlar əslində çox önəmli. Anamnez deyilən bir şey var. Xəstənin diaqnozunu qoymadan öncə, davranmadan öncə bunların bilinməsi lazımdır. İlk öncə daha çox nədə zərər görürük? Xəstənə verdiyimiz suallar bizi doyurmalıdır. Yəni biz əmin olmalıyıq ki, bu xəstənin bilinən kliniki altda yatan başqa bir xəstəliyi yoxdur, bir semptomu yoxdur. Buna görə hərəkət etməmiz lazımdır. Yumurtlaması var, toplanması var, mayalanması var, daha sonra bətn daxilində uşaqlığa tutulması var və 9 ay ərzində mən belə başa düşürəm ki, sizə müraciət edən 9 ay sizinlə bərabər, hər gün olmasa da ara sıra, amma sıx-sıx görüşür. Kəşki bizimlə bərabər keçirsələr də. Keçirmirlər. Bəziləri əlbəttə ki, bilirsiniz, şəhərdən, xaric yerlərdən gəlirlər, məcburən onlar gedirlər. Tək problemimiz var, tək problemimiz hamımızın giriş edərkən mənim ən həssas bir necə deyərlər, yerimə deydiniz ki, yəni hamı eyni işləmir. Hamımızın eyni işləməsi lazımdır. Hamımızın bir, necə deyim sizə, bir sonsuzluq xəstəsinə eyni davranmamız lazım. Yəni eyni protokollə. Bu protokolü mənim uydurmamam lazımdır. Qoyulan protokolü məndə, sizdə, o da hamımız eyni etməmiz lazımdır. Bir pasiyent bizə başvurursa 12 həftə hamilə. 12 həftə hamiləyə nə lazımdır? Bunu hamımızın bilməsi lazımdır. Bir pasiyent başvurursa doğuma yaxın. Fərqi yoxdur. İstər bizim kliniyə başvursun, istər sizin kliniyə başvursun, istər dövlət xəstəxanasına başvursun. Fərqi olmaması lazımdır. Bir 30 həftəlik, bir 35 həftəlik, bir 40 həftəlik hamiləyə ilk başvurduğu zaman, mən ilk gördüyüm zaman nəyi etməm lazımdırsa, bunu fərqi yoxdur. Sizin xəstənizdir, onun xəstəsidir, onun xəstəsidir. Klinikdə çalışan bir qadın doğumcu bu tip xəstəyə necə davranması lazımdırsa, o protokolü bilməmiz lazımdır. Hansı səbəbdən başvurmamız deyil. Yoxsa ekstrakorporal müalicə ilə hamilə qalmışsa, yox, sən həkimivə get. Belə olmaması lazımdır. Onun həkimi göydən gəlməyib. Onun həkimi qeyri-adi deyil. Hamımız həkimi, hamımızın sertifikası var. Hamımızın doktor işləmə kimi, həkim olma kimi icazəmiz var. Diploma nömrəmiz var. Bildiniz necə? Ona görə hamımızın bu kurala uymamız lazımdır və bir protokolla hərəkət etməmiz lazımdır. Yoxsa xəstə gəldi, hə, sən keç oraya yat, hə, ağrın var, noşba, ağrın keçdi deyə göndərilməz. Bu, hamımıza, baxın, bunları dolaraq deyirəm, çünki önümüzə çox çıxır. Hamımızın eyni kurallara uyğun olaraq çalışmamız lazımdır. İstər bizim kliniyə başvuran 39 həftəyə bir, neynəməmiz lazımdır? Bir NST çəkməmiz lazımdır, bir ultrason baxmamız lazımdır, uşağın yaxşılıq halını dəyərləndirməmiz lazımdır. Ananın təzyiqinə baxmamız lazımdır, nəbzinə baxmamız lazımdır. Lazımdırsa bir sidik analizi, bir qan analizi ən basitindən, ən ucuzundan edib əmin olmaq lazımdır ki, yəni böyük, major bir şey yoxdur. Ondan sonra xəstəyə gedə bilərsən deməmiz lazımdır. Bunlar tibbin ən sadəsidir. Baxın, deyirik ki, bahalı prosedur. Bəli, amma inanın bugünkü gündə görüləcək işlərin və görülən işlərin heç də dəyəri deyil o. İnanın ki, məmləkətimizdə, ölkəmizdə bəlkə də baxmayaraq ki, bir çox yerlə xaricdəki ekstrakorporal müalicə mərkəzləri ilə bəlkə də səviyyə olaraq bir çox yerdən çox yüksək səviyyədə olmasına rağmen, amma çox uyğun qiymətədir hal-hazırda. Hətta xaricdən gələn pasiyentlər də bunun üçün mərkəzlərə başvururlar. Əslində çox gözəl laboratuarlar var və laboratuar olaraq da çox gözəl çalışırlar. Və başarı şansı da çox yüksəkdir məncə Azərbaycanda. Var olanları bildik, deyirsiniz, anamnez toplayırıq, müayinələrdən keçiririk və s. Məlum oldu ki, bu qadının və bu ailənin problemi nədir? Sonsuzluğa səbəb yaradan nədir? Onları aradan qaldırmaq üçün tədbir gördünüz. Nəhayət ki, artıq uşaqlığa həmin transfer etdiniz hüceyrəni, embriyonu transfer etdik. Bundan sonra ola biləcəklər hər bir xəstəyə eyni
tətbiq edilir? Yəni eyni planlanır? Yox, az öncə Yoxsa dediyim burada da kimi bir individuallıq var? genəldə bəli, yanaşma eynidir. Amma bəzi dərmanlar var ki, bəzi məsələn o pasiyentin bilinən başqa bir xəstəliyi var, başqa bir səbəbdən başqa dərmanlar, məsələn, kiminin zobu var, zob dərmanı ilə davam edər. Kiminin yoxdursa davam etməz. Kiminin D vitamini düşükdür, bir dəstək olaraq alır, davam edər. Amma o progesteron tədavisi ki var, o hamıda düzgün, işte protokol, başqa bir şeyə ehtiyac yoxdur. Doğru, bu işi doğru bilən doktorlar doğru yoldan zaten hərəkət edər. Yəni, biz bu işi o qədər mükəmməl görməliyik ki, əgər olmasa belə takdir ilahi deyək və keçək. Yəni, bunu 9 ay boyunca tutunması üçün uşaqlığa içir bu hormonu, yoxsa... Xeyr, belli bir həftə, hardasa maksimum 10 həftəyə qədər davam edirlər. 10 həftədən sonra artıq uşağın özünün plasenta dediyimiz ana ilə uşaq arasındakı o bariyer əmələ gələndən sonra, keçiş formalaşandan sonra progesterona ehtiyac qalmır. Belə başa çalım, o progesteron ilk həftələrdə uşağın yeməyidir. Onu verməzsək, qopmalar olar, düşüklər olar, yetməzliyi olar. Amma çift əmələ gəldikdən sonra o plasenta dediyimiz çift, o bariyer, o özü artıq progesteron və qidanı keçirtməyə başladıqdan sonra artıq bu ekstrakorporal müalicə sırasında bizim başladığımız dərman tədavisini ortadan qaldırmış oluruq. Sağlıqlı bir embrion əldə eləməyə çalışırıq. Ən önəmli. Ən önəmli olan laboratuvar. Hər zaman deyirəm. Bəli, başarı şansımızı artıran, hamiləlik yüzdəmizi artıran ən önəmli çalışan laboratuvardır. Bir laboratuvarın çox gözəl çalışması lazımdır ki, biz çox gözəl döllər əldə edək. Çox gözəl döllərlə başarı şansı çox yüksəkdir. Yəni, önəmli olan burada döldür. Gerisi ikinci planda gələn məsələdir. Əlbəttə ki, mən baxın, indi deyirəm, bəzən öz-özümə də deyirəm, bunu deyirik, amma mənim dediyim bu işi bilən həkimlər üçündür. Doğrudan da tüp bəbəyin nə olduğunu bilən, protokolü bilən, progesteronu bilən, östrojeni bilər. Yəni, bu fizyolojik olaraq bu döngünü bilib də, amma başarısız bir tüp bəbək əldə olunursa, bu daha çox laboratuvarlara bağlı ola bilər. Çünki ən önəmli bu işdə kalitedir, keyfiyyətdir. Yəni, kalite boş deyil. Keyfiyyətli malzəmələr, keyfiyyətli mediumlar, yəni keyfiyyətli bir laboratuvarda başarı şansı yüksəkdir. Yəni, keyfiyyətli döl verdiyin zaman o xəstənin hamilə qalma şansı yüksəkdir. O zaman bugünə qədər bütün bu düşüklərin ən böyük səbəbi kimi biz keyfiyyətsiz Yəni, baxın, burada da, bəli, keyfiyyətsiz, yəni bu əmin olmaq lazımdır, keyfiyyətli. Əlimizdə var olan nədirsə, onun içində keyfiyyətlisini seçirik, bu da var. Bəli, doğru, amma bizim o keyfiyyətli embrionu əldə etməmiz lazımdır. Yəni, keyfiyyətli embriyo əldə etdiyimiz zaman, bəli, keyfiyyət, əlbəttə ki, haqlısınız, keyfiyyətsiz yumurta ola bilər, yumurta keyfiyyəti düşük ola bilər və ya yumurtanı böyütməyə bağlı ola bilərək hər hansı bir bildiyiniz asinxron bir sürü şey var. Keyfiyyətli bir yumurta əldə etməyə bilərik. Keyfiyyətli embriyo olmaya bilər. Amma bu hər şey bitdi demək anlamına gəlmir. Birinci siklusda olmaz. Bir sonraki dənəməsində daha keyfiyyətli bir yumurta əldə edərik. Daha keyfiyyətli bir mayalanma olar və daha keyfiyyətli bir döl olar və xəstə hamilə gələr. Doktor, bir daha var olan yumurtalar arasında keyfiyyətlisini seçirik, yoxsa onların keyfiyyətli olması üçün də nəsə eləyirik? Çünki siz hər zaman... Baxın, yaş faktoru, yaş. 35 yaşın üstündəki yumurtaların əgər özünün morfolojik olaraq anadan gəlmə heç bir xəstədə, hani sözsüz ki, hamının yaşına görə deyil, özünün də morfolojik olaraq yumurtada problem olmuş ola bilər. Əgər elə morfolojik bir problem yoxdursa, 35 yaşın altındakı yumurtalardan gedən mayalanmada sağlıqlı döl əldə etmə faizimiz 35 yaşın üzərində və 40 yaşda özəlliklə anaploidi artar, yəni xəstə döllər artdığı üçün bizim başarı şansımız gedərək düşər. Yaş, sonsuzluqda, qadında özəlliklə ən önəmli faktordur. Yaş və yumurta sayısı. Nə qədər çox yumurta folikül əldə edərsək, nə qədər çox yumurta əldə edərsək, o qədər başarı şansımız artar.
Ümumiyyətlə, hər hansı bir qidayla, hər hansı bir dərmanla keyfiyyət artırma kimi bir bəslənməmiz artıq, bəli, bilirsiniz, dünya bunun üzərində çalışır. Hətta iləri yaşda bizim 40 yaşın üzərində daha çox yumurta əldə etməmiz. Çünki hər bir dənə artıq embriyomuz olduğu zaman bizim şansımız 25% artır. Yəni, əgər 40 yaşın üstündəki bir xanımla 4 yumurta yığmaqla, 40 yaşın üstündə 10 yumurta yığmaq arasında bizim hər yumurta, hər başarılı embriyoda 25% şansımız artır. Yəni, nə qədər çox biz yumurta əldə edə bilərsək, nə qədər çox mayalanmış döl əldə edə bilərsək, o qədər bizim başarı şansımız artar. Mayalanmada tək bir yumurta. Bəs spermatozoid nə qədər? Əlbəttə ki, o da önəmlidir, amma ilk başlarda bir embriyonun gəlişində yumurta kalitesi daha önəmlidir. Keyfiyyəti. Bəli, keyfiyyət daha önəmlidir. Yumurta keyfiyyəti özellikle. özellikle. Mən nəyə qabartmağa çalışıram? Sadəcə ana faktoru deyil də. Düşünməyin ki, yəni ancaq elə qadın əlbəttə ki, yəni məsələn TS ilə əməliyyatla alınmış toxumlardan başarı şansı %40'dır, 40% oranındadır. Yəni amma yenə də var bir. Bəli, bizim o yolla çox hamiləmiz var. Yəni biz özümüz də çox sevinirik, çünki onların başarı şansı çox yüksək olmadığı üçün laboratuvar çox gözəl çalışdığı zaman biz o ailələrə, o cütlükləri başarı şansı əldə edirik və %40 olsa da, əlbəttə dediniz, mən sadəcə bunu ona görə dedim ki, siz hani kişiyə bağlı heç nə yoxdurmu? Xeyr, elə şey mi olar? Yəni sperm kalitesinin düşük olması... Yəni elə düşünməsinlər deyə mən... Kesinlikle sperm kalitesinin düşük olması, morfolojinin bozuk olması veya morfolojik olarak baktığımız zaman o spermin baş, boyun, quyruq hissəsində hər hansı bir defektin olması, bunların hamısı bir səbəbdirlər. Keyfiyyətli yumurtalar, keyfiyyətli döl, lazım olanı istifadə elədik, lazım olmayan demək, amma həmin o sırada bizə lazım deyilsə, artıq gəlirsə, fazla gəlirsə, nə yirik o dölləri? Dondururuq. Xəstənin bir sonraki hamiləliyi üçün və ya bu başarısız olarsa, bəli, bizim mərkəzimizdə dünyada olunan bütün bütün xidmətlər var. Yumurta dondurulma olsun, toxum dondurulması olsun və ya məsələn, hər hansı bir səbəbdən əməliyyat olacaqlar, yumurtasını itirmə riski varsa öncədən dondurma olsun, soyulub dondurulur və ya yaşı keçir, hələ evlilik əldə edilməyibsə, yəni 40 yaşında düşünür evlənməyi, 35 yaşında amma özünü garanti almaq üçün yumurtaları dondura bilirik və ya xəstə dölləri varsa onlara genetik taramalar eləyə bilirik. Evdə talisimili evladı varsa talisimi seçimlərini edə bilirik. Yəni bu sadəcə sonsuzluğun tədavisi üçün deyil ekstrakorporal müalicə. Ekstrakorporal müalicə özəlliklə genetik kromozomal xəstəliklərin tədavisində və seçimində də başarı şansımızı artıran ən uğurlu yöntəmlərdən biridir. Embrion neçə saata, neçə günə tutulur? Yapışması mı? Transfer sırasından sonra. Yəni biz transfer etdikdən 10 gün sonra artıq biz bu xəstəyə hamiləlik testi verməsini məsləhət görürük. 10 gün sonra. Yəni bizim qoyduğumuz döllər daha çox 5 günlük döllər olduğu üçün biz hətta transfer etdiyimiz zaman, əlbəttə ki dölə görə deyirəm, yəni içəriyə transferdən sonra içəridə başına nə gələr maalesef onu bilə bilmədiyimiz üçün, amma biz çox gözəl transfer işləmi keçdisə və verdiyimiz döllərin gerçəkten kalitesi çox yüksəkdirsə, biz o insanları zaten hamilə gözləyirik. Ortalama bilirik kimlərin hamilə gələcəyi. Transfer etdik, hara və necə? Bunu izləyirsiniz, buna diqqət yetirirsiniz. Bəli, baxın, ultrason altında olunur bu işlem. Ultrason vasitəsilə, incə kateter vasitəsilə, bunlar özəl kateterlərdirlər. Zaten maliyyət olaraq da elə... O zaman sidik hissəsinə doldurmalıyıq ki, rahat görək. Bəli, transvaginal üstdən ultrasonla, kateterlə, internal os dediyimiz uşaqlıq boynunun iç təbəqəsini kateter çox az bir miqdar keçdikdən sonra embriyoları digər kateterin içərisinə alır və biz transfer işləmini gerçəkləşdiririk. Tam endometriumun ortasına olunması lazım olan, qoyulması lazım olan yerə qoyuruq. Məsələn, bu xəstənin, bu pasiyentin tək şansı var, ekstrakorporal müalicə, amma 5 ildir, 10 ildir, 15 ildir lazımsız müalicələr alır. Bu doğru deyil artıq. Yəni bizim bir doktor olaraq bu pasiyentin tək yolu ekstrakorporal müalicədirsə, onun fərqi yoxdur. 2 ay sonra mı, 3 ay sonra mı evliliyindən sonra, 1 il sonra mı bu insan nə zaman artıq evlad sahibi olmaq istəyirsə, buna başa salmaq lazımdır ki, sən
tək yolun ekstrakorporal müalicədir. Əgər sənin bir gün evlad sahibi ola biləcək şansın varsa, o da sadəcə bu yöntəmlə evlad sahibi ola bilərsən. Bunu bilməsi lazımdır. Yoxsa gəl səni əməliyyat edəcəyi toxumun artacaq, yox gəl yumurtavı bilməm nə edəcəyi yumurtan artacaq. Bunlar doğru deyil. Yəni, bu cümlə doğru qurulmalıdır. Sənin tək yolun bu yöntəmlədir. Təşəkkür edirəm. Sağ olun, minnətdaram, çox minnətdaram. Mənə də çox xoş oldu sizin vasitənizlə. Ən azından fikirlərimizi, düşüncələrimizi, bəlkə milyonlarca insana kömək edə bilməsək də, 10 insana kömək etmək bilə özü başarıdır məncə. Kim bilir neçə-neçə ailənin üzünü güldürmüşsünüz. Və bundan sonra neçə-neçə ailənin möhkəm olması üçün, xoşbəxt olması üçün addım atacaqsınız. Mən təşəkkür edirəm. Biz təşəkkür edərik, sağ olun, çox sağ olun. Seçimdə yanılmamalıyıq, doğru ünvana və həqiqətən də işinin peşəkarı, xüsusilə də bu sahədə olan həkimə müraciət etməliyik. Bir daha xatırladıram, tibb elmləri doktoru, qadın xəstəlikləri və doğum uzmanı, cərrah mama ginekoloq Aytən Səfərova studiyamızın həkim qonağı idi. Əlaqə yaratmaq istəyənlər varsa, Baku Medical Plaza klinikasının mərkəz filialına müraciət edə bilər. Qısa aradan sonra qarşınızdayıq.